Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva, texnologiya təlimçisi. Müəllimlər, bu günləri mən sizə şalbanın orta diametrinin tapılmasının sadə izahını verəcəm inşallah. Deməli, ən əvvəl düsturumuzu müəllimlər yadımıza salaq. Deməli, düsturumuz necə idi? D bərabərdir. Burada D, yəni orta diametri göstərirdi bizə. D1 üzərinə gələk D2, bu D1-imizdir. Üzərinə gələk D2 bölək 2. Bu bizim düsturumuz idi. İndi bu düstur əsasında məlumdur ki, burada D1, D2-ni versələr, bunu hər kəs belə deyim, rahatlıqla tapacaq. Məsəl üçün, versələr ki, D1 bərabərdir 20, D2 bərabərdir, məsələn. D2 bərabərdir, bir dəqiqə buranı səliqə ilə edeyim. D2 bərabərdir, məsələn, versələr ki, 18, tapsa, desə ki, orta diametri tapın, onda biz yerinə qoymaq, bu çox bəsit bir riyazi düstur olacaq da. Deməli, nə edəcəyik? D bərabərdir 20, üzərinə gələk 18, bölək 2 bərabərdir. 20-nin üstünə 18 gəlirik, eləyir 38, 38-də 2-yə bölürük, eləyir 19. Bu bizim, düz böldüm də 19. Bu bizim olur, yəni bu rəqəmləri qoyanda zaten bu asandır. Deməli, biraz müəllimlərin çəkdiyi harada olur burada? Bir dəqiqə, onu da izahını verim sizə. Deməli, biraz əziyyət yox, daha doğrusu çaşqınlıq salan mövzu biraz hissəsi hansı olur? Bəzən D-ni verir, deyir ki, D bərabərdir, məsələn, 40 mm. Ondan sonra ya D1-i verir və yaxud da D2-ni verir. Olsun D1-i versin, məsələn. D1 də bərabər olsun. Deyir ki, məsəl üçün, D1 də bərabərdir 18 mm. İndi deyir ki, D2-ni tap. D2 sual. Burada da yenə bəsit olur bizim tənliyimiz. Eyni ilə bu tənliyi biraz beləsinə geridən gətirək ki, bizə rahat olsun. Deməli, ilk əvvəl yazırıq. D1-imiz verilibdir 18. Yazıram 18, üzərinə gələk. D2-ni bilmirik. D2 olsun X və yaxud da D2-nin özündə yaza bilərik. X yazaq. Bir dəqiqə. D2 olsun X. Aha. Bölək 2, bölək 2. Aha. Bərabərdir. D-ni də veribdir bizə. D-nin qiyməti neçə idi burada? 40 mm. 40 mm. Adi sadə bir riyazi belə deyək tənliyi oldu. Deməli, nə edirik? Burada bölünən, bax bu mötərizəmizin içi bizim olur bölünən, 2 bölən, bu isə qismət olur. 40 isə qismətdir. Bilirdik ki, bölünəni tapmaq üçün qisməti bölənə vururduq. Deməli, 18 plus X bərabərdir 40 vurulsun 2. Deməli, 18 plus X bərabərdir. 42-yə vurduq, neçə elədi? 80. X bərabərdir. Bu oldu toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmdən məlumu çıxıram. Bir dəqiqə. 80 çıxaq 18. X bərabər olacaq. Deməli, burada yerim çatmadı da. X bərabər olacaq 62. Deməli, bizim D2-nin cavabı olacaq 62. Yəni, bu qədər sadə. Düzdür, yəni ekran diaqonalı kiçik olduğuna görə ətraflı belə sərgəli şəkildə olmasa da, ən azı gedişatı izah edə bildim deyə düşünürəm. İnşallah kiməsə bir faydası dəyər. Çox sağ olun, təşəkkür edirəm.